Təhsil dedik, indi Maşdağadakı 28 sayılı məktəbə nəzər yetirəcəyik. Valideynlər şikayət edirlər və deyirlər ki, şagird o qədər çoxdur ki, övladları dərsi tam anlaya bilmirlər. Baxın. Çəkirəm. Mən deyirəm çəkmə, sən deyirsən çəkirəm. Yox, mən deyir çəkmə, deyirəm ki, mənim işim. Mühafizəçinin çəkilişə imkan vermədiyi məktəb 28 saylı təhsil ocağıdır. Sabunçu rayonun Maşdağa kəndi Savalan qəsəbəsində yerləşən bu 28 saylı məktəbdə valideynlər şikayət edir. Onların şikayətləri isə övladlarının təhsil aldıqları siniflərdə şagirdlərin sayının çox olmasıdır. Hətta hər bir sinifdə 40-45 nəfər şagird var. Bu isə istər-istəməz dərsin keyfiyyətini aşağı salır. Problemi əvvəlcə şagirdlərin dilindən eşitmək istədik. Sinifdə 40 uşağıq, dərslərimlə aram yaxşıdır. Biz 40 nəfərik, 6-cı sinifəm. 7-ci sinifəm, sinifdə 40 nəfər. Həmişə belə olub 40 nəfər? Yox, əvvəlcədən 5-ci, 6-cı siniflərdə 36 idi, indi 40 nəfərik. Valideynlər deyir ki, bir sinifdən 6-7 dənədir. Hər sinifdə də uşaqların sayı 40-dan çoxdur. Hətta uşaqlar bir stolda 3-3 otururlar. Belə olan halda da nə müəllimlər dərsi keçib çatdıra bilir, nə də uşaqlar tam qavraya. Bəzən heç günlərlə bir uşağa dərs növbəsi gəlib çatmır. Aydın məsələdir ki, bir dərs 45 dəqiqədirsə, deməli 45 uşaq varsa sinifdə, bu uşağın hərəsinə 1 dəqiqə vaxt düşür və müəllim bu uşağa necə əlavə dərsi necə izah etsin, necə öyrətsin. Məktəbimizin tutumu 920 nəfər üçün nəzərdə tutulub, şagird üçün nəzərdə tutulub. Amma nəzərdə tutulandan daha artıq şagird burada təhsil alır. Yeni paralel siniflər açılmaq mümkün deyil. İstəyimiz odur ki, əlavə korpus tikilsin. Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, 28 saylı tam orta ümumi təhsil məktəbinin siniflərində şagird sayı ərazidə yaşayan uşaqların icbari təhsil hüququnun təmin olunması nəzərə alınaraq müəyyənləşdirilib. Söz gedən məktəb 960 yerlik inşa olunub. Qeyd edək ki, istər birinci siniflərə şagird qəbulu, istərsə də məktəblər arası şagird yer dəyişməsi onlayn qaydada məktəb və sinif seçimi valideyn tərəfindən aparılmaqla həyata keçirilir.